Salam qərizinizdən gəlib edən bir sorunla tanışmaq. Biz uzaqlıqda deməli, burada ixtiyari bir nöqtə verilir. Həmin ixtiyari nöqtələrdə A kvadrat ilə B kvadrat cəmini X kvadrat plus Y kvadrat cəminə bərabər olmalı ispat eləməli. İlk öncə biz burada belə bir iş görək ki, bu nöqtədə bunların tərəflərə təkmində deyilir. Deyək ki, bura qədər M olsun, bura qədər olsun E. Xətti belə tamamlayaq. Bu çəkilər təkmində. İlk deyək ki, bax, buradan bura qədər məsafə ki yoxdur. Bura deyirəm M-ni. Xətti belə uzatsam. Bura deyirəm, məsələn, C. Bura deyirəm D. İndi, mən burada ayrı-ayrı baxsam görsəm ki, bax, Y kvadratı var, Y kvadratı nə? Burası M-dir, burası da E. Deməli, Y kvadratı bərabərdir. M kvadratı plus N kvadratı. Sonra, X-in kvadratı neçəyə bərabərdir? Favourla bunu çıxartma olmaq üçün X-in kvadratı bərabərdir. Nəyə bərabərdir? C, burası C-dir, burası D. C kvadratı plus D kvadratı. Tərəf-tərəfə toplasam bunu. Olar belə. X kvadratı plus Y kvadratı bərabərdir. M kvadratı. Üstə gəlirsə N kvadratı, C kvadratı plus D kvadratı. Bu belədir. İndi gəlin. X-a, Y-ə, A-ya, B-yə bax. Bəs burada A-nın kvadratı neçəyə bərabərdir? A-nın kvadratı favourla bura N-dir, burada C. Deməli, nəyə bərabərdir? N kvadratı plus C-nin kvadratı. Bu deyil. Sonra, bəs B-nin kvadratı da nəyə bərabərdir? B-nin kvadratı da bərabərdir. B-nin kvadratı plus M-nin kvadratı. Yazaq şurada, D kvadratı plus M kvadratı. Bəs, bunu tərəflərini toplasaq ne olar? Olar belə. A kvadratı plus B kvadratı bərabər. N kvadratı plus C kvadratı plus M kvadratı plus D kvadratı. İndi mən sağa və sola baxsam görürəm ki, burada da M kvadratı plus N kvadratı plus C kvadratı D kvadratı, burada da həmçinin böyük fayda var. Buradan çıxan nəticə budur ki, deməli, X kvadratı plus Y kvadratı bərabərdir nəyə? A kvadratı plus B kvadratına bərabərdir. Çox gözəl, əla bir istifad. Təşəkkür.